Herkes Böyük Pula kanalında xoş gördük. Dostlar, bugün sizi PowerNow adlı bir pul qazandıran sistemlə tanış eləyəcəm. Aşağıda qeyd linki yerləşdirmişəm. Göstərdiyim linkdən daxil olursunuz dostlar və həmin səhifə açılır. Onu da deyim ki dostlar, bu proqramda biz yatırım etməklə qazanırıq. Yatırım deyən kimi o dəqiqə videonu bağlamayın. Çünki dostlar, bunun müsbət və mənfi cəhətləri var. Hamısını videoda sizə başa salacağım. Əgər sizi qane eləyirsə, yatırım edib pul qazana bilərsiniz. Dostlar, onu da deyim ki, ilk öncə bu proqramda mənim göstərdiyim linkdən qeyddən keçsəniz, əlavə olaraq balansınıza 5 manat da əlavə olunacaq. Və dostlar, linkə daxil olandan sonra da qeydiyyatdan keçin. Sağda aşağıda bölümü var. Onun üzərinə tıklayırsınız. Çox sadə bir qeydiyyat prosesidir. Nömrənizi qeyd edirsiniz. Misal üçün 055 070 hər neçəsə yazırsınız. Daha sonra giriş parolu olan yerə hər hansı bir şifrə fikirləşirsiniz. Eyni giriş parolunu aşağıda yazırsınız, təsdiqləyirsiniz və çıxarma parolunu daxil edin. Dostlar, bu hissə isə 6 rəqəmdən ibarət bir rəqəm fikir. Ən azı 6 rəqəm olmalıdır. Misal üçün 1, 2, 3, 4, 5, 6. Yəni, minimum 6 rəqəmdən ibarət bir rəqəm fikirləşirsiniz. Bura yazırsınız. Bu parol sizə pulu çıxarırkən lazım olacaq. Ona görə bu yazdığınız 6 rəqəmdən ibarət parolu itirməyin. Və aşağıda dostlar, mənim dəvət kodum olacaq. Əgər bu kod aşağıda yazılmasa, aşağıda mən videonun altında dəvət kodumu yerləşdirəcəm. Həmin kodu da bura yapışdırarsınız və qeydiyyatdan keçin tıklamaqla artıq belə deyim də proqrama daxil olmuş olacaqsınız. Gəlin proqramımıza daxil olaq. Mən artıq daxil olmuşam. Burada dostlar, gördüyünüz kimi VIP 1, VIP 2, VIP 3 və s. çoxlu VIPlər var, avadanlıqlar var. Bu avadanlıqları alırıq və bu avadanlıqlar bizə gündəlik olaraq gəlir gətirir. Misal üçün, birinci avadanlığın qiyməti 30 manatdır və gündəlik bizə 2 manat 11 qəpik pul gətirir. Ümumiyyətlə dostlar, bu avadanlıqların hamısı 15 gün ərzində qoyduğunuz pulu artıq çıxarmış olursunuz. Yəni 30 manatı artıq belə deyim də, gündə 2 manat 11 qəpikdən 15 gün müddətində artıq pulunuzu çıxardırsınız və daha sonra plusda olursunuz. Belə, avadanlığı almaq üçün dostlar, təbii ki, bura pul yatırmaq lazım. Pulu necə yatırırsınız? Pulu yatırmaq üçün daxil olursunuz bu depozit bölməsinə. Yəni, hər şeyi mən sizə burada oxla işarələmişəm, göstərmişəm. Depozit bölməsini tıklayırsınız. Depozit bölməsini tıklayandan sonra dostlar, ödənişə keçid edin. Bank kartı və dostlar, ilk ödənişinizdə də sizə 5% bonus verəcək. Ödəniş və ona görə dostlar, əgər siz misal üçün də belə deyim, əgər bugün 30 manatlıq alıb fikirləşirsiniz ki, sabah 60 manatlıq alaram və yaxud da ki 2-3 gündən sonra 145, 148 manatlıq alaram və s. Ən yaxşısı dostlar, maksimum edə biləcəyiniz məbləği elə bugün edin ki, çünki sizə ilk yatırımda 5% buradan bonus verir. Ödənişə keçid tıklayırsınız. Və dostlar, məbləği yazırsınız. Mən burada təsadüfi rəqəm yazmışam. Siz bura indi misal üçün sizin 5 manatınız var idi. 25 manat da yazıb təsdiq edirsiniz ki, 30 manatsız olsun ki, VIP 1-i ala bilərsiniz. Ona deyim ki, dostlar, fərqi yoxdur da. Birbaşa VIP 4-ü ala bilərsiniz, birbaşa VIP 5-i də ala bilərsiniz. Sizin özünüzdən asılıdır. Təsdiq vurursunuz. Daha sonra burada dostlar, indi əsas məsələ nədir? Burada pulu necə yatırırıq? Burada IBAN hesab nömrəsi var. Oranı kopyalayırsınız. Misal, baxın dostlar, yuxarıda oxunan göstərmişim. Kopyalayırsınız və həmin karta misal üçün, əgər 25 manat seçmişsinizsə, 25 manatı göndərirsiniz həmin hesaba. Və burada fail seçim var. Fail seçim bölməsində dostlar, kartdan karta pul atırsınızsa, həmin vaxt qəbz olur. Misal üçün, pul atandan sonra yazılır, falan hesabdan falan hesaba qədər pul göndərir və s. Həmin qəbzi screenshot edib bura yapışdırırsınız, fail seçim bölməsinə yapışdırırsınız və təsdiq edin. Bundan sonra dostlar, ümumiyyətlə burada deyirlər ki, 6 saata qədər təsdiqlənir hesabınız. Yəni pulun sizə hesab balansında yatmağı. Ona deyim ki, dostlar, bu maksimum 6 saatdır. Bu mən yükləyəndə hardasa 15-20 dəqiqə artıq pul balansıma gəldi çatdı. Yəni 6 saata qədər gözləyə bilərsiniz. Belə, pul yatırmağı da dedim sizə və dostlar, daxil oluruq avadanlığımızı almağa. Mən indi misal üçün göstərəcəm sizə. Hesab edici VIP 1-i almaq istəyirsiniz. VIP 1 üzərinə tıklayırsınız, avadanlığın üzərinə. Məndə indi balansımda o qədər pul yoxdur, yəni indi bunu ala bilmirəm. Və burada isə göy knopka olacaq, onu tıklayırsınız ki, bunu artıq alırsınız. Alandan sonra dostlar, artıq bu VIP 1 avadanlığı sizə hər gün pul qazandırmış olacaq. Ona deyim ki, dostlar, hər gün deyəndə bunların dostlar sonludur. Misal üçün, VIP 1 60 gün müddətində aktiv olur, VIP 2 90 gün ərzində sizə pul qazandırır, həm VIP 3 120 gün və s. İndi avadanlığımızı aldıq, yatırımımızı elədik, avadanlığımızı aldıq. Sonra neyini? Burada avadanlıqlar bölməsinə keçirik dostlar. İkinci bölmədə aşağıda avadanlığımızın gəlirini buradan biz toplayırıq. Bunu dostlar, gündə bir dəfə də eləyə bilərsiniz. Nə bilim, bunu
Hər saatda bir də eləyə bilərsiniz. Bu artıq sizdən asılı. Kollekt var. Kollektun üzərinə tıklayırsınız və dostlar gözləyirsiniz bu pul sizin hesabınıza yatdı. Gördüyünüz kimi artıq məndə 5 manat 56 qəpik oldu. Və aktivlər bölməsinə keçməklə dostlar sizin burada öz balansınızı burada ətraflı görə bilər. Yəni yeniləyək. Bəli, artıq 5 manat 56 qəpik pulumuz oldu. Bu qayda üzrə dostlar artıq biz belə deyim də pul qazanmış oluruq. Pulu çıxarmaq üçün dostlar burada geri çəkil bölməsi var. Geri çəkilin üzərinə tıklayırsınız. İndi məndə artıq hesabımda bura öz hesabımı yazmışam deyən. Sizdə burada yuxarıda kaşlok işarəsi var. Onun üzərinə vuracaqsınız. Mən də onu vursam öz kaşlokum da burada görsəniz, onu istəmirəm görsənsin. O kaşlokun üzərinə vurursunuz. Orada plus işarəsi var. Plusa vurmaqla öz bank kartınızı ora əlavə edirsiniz. Yəni burada qorxmayın, heç kim sizin kartınızdan pul çəkən deyil. Sadəcə bu onun üçündür ki, sizin hansı hesabınıza pulu göndərəcəksiniz. Orada tutaq ki, misal üçün sizdə Kapital Bank yazırsınız bank adına, öz ad familiyanızı yazırsınız və kartın üzərindəki 16 rəqəm var. Həmin rəqəm yazırsınız ki, ora. Buradan pul qabı seçi tıklamaqla, misal üçün indi mən öz hesabımı seçdim. Və dostlar, bura tutaq ki, mən məbləği yazacağım. İndi məndə balansımda azdır, 5 manat 56 qəpikdir. 15 manat olanda artıq 15 manat yazmaqla və çıxarış parolumu yazmaqla burada tıklayıram, artıq pulu balansıma çəkmiş olurum. Aşağıda qeyd olunduğu ki, minimum 15 manatdır pul çəkmək üçün və pul yalnız bazar ertəsindən cümə gününə kimi, yəni 6 bazar bunlar pul çəkmək yoxdur. Yalnız 1-ci gündən 5-ci günə kimi saat 10-dan 6-ya kimi pul çıxarda bilərsiniz. Belə, pul çəkməyi də dedim, yatırmağı da dedim, avadanlığı da dedim. Və dostlar, burada əlavə necə qazana bilərsiniz? Burada profil bölməsi var sağda. Profilin üzərinə vurursunuz. Burada komanda üstünlükləri var. Komanda üstünlüklərinin üzərinə vurursunuz. Və dostlar, burada sizin linkiniz var və dəvət kodunuz var. Bunu dostlarınızla paylaşmaqla buradan da gəlir əldə edə bilərsiniz. Necə edirsiniz? Çünki birinci səviyyəli dostunuzdan, məsələn, siz birinci səviyyəli, yəni sizin dəvət etdiyiniz insandan siz etdiyi yatırımdan 8% qazanırsınız. İkinci səviyyəli referansı, yəni ki, o da kimsə dəvət edibsə, bu artıq ikinci səviyyəli sayılır. İkinci səviyyəlidən 5% və üçüncü səviyyəli referaldan 3% də əlavə gəlir. Buradan qazanmış olursunuz. Belə dostlar, çox belə deyim də, burada qeyri-adi bir şey yoxdur. Sadəcə pul yatırırıq, avadanlıq alırıq və avadanlıq bizə gəlir gətirir. Hə, deyə bilərsiniz ki, dostlar, bir müddət deyərsə, 1-2 il bundan qabaq Inspower adlı bir şirkət var idi. Eyni ona oxşuyur. Bəli, təbii ki, eyni ona oxşuyur. Bəlkə də elə eyni adamlardır, yaradıcısı, onu deyə bilmərəm. O hardasa səhv eləmirəmsə payızda başladı. Və yaz aylarındaydı, aprel idi, may idi, nə idi? Artıq həmin belə deyim də sistem bağlandı. Sistemə təbii ki, ilk girənlər uddur, sonda girənlər isə təbii ki, uduzdur. Bu proqram da artıq yeni yaranıb, avqustun hardasa 19-u açılıb bu proqram. Yatırım etmək dostlar, dediyim kimi sizin özünüzdən asılıdır. Heç kim sizə məcbur edə bilməz. Əgər risk edə bildiyiniz məbləğ nədirsə, o məbləği yatırım edib qazana bilərsiniz. Təbii ki, risk var. Proqram 1 saat sonra, 1 gün sonra, 1 həftə sonra, nə bilim, 1 ay sonra da bağlana bilər. Heç bir garantisi yoxdur. Dediyim kimi, bütün məsuliyyət özünüz daşıyırsınız. Minimum risk edə biləcəyiniz məbləğdə bura yatırım edib pul qazanın. Hə dostlar, indi bəziləriniz aşağıdan yazacaq ki, nə bilim, burada bu piramidadır, birinin pulunu alıb ofisinə verirlər. Təbii ki, dostlar, elə olacaq. Yəni, bu tipli sistemlərdə alqoritm bu cür işləyir. Yəni, başqa cür alqoritm işləmir. Sadəcə üstünlüyümüz nədən ibarətdir? Ondan ibarətdir ki, proqram yeni açılıb. Yenə deyirəm, risk var, hər an bağlana bilər və risk edə biləcəyiniz məbləğdə yatırım edin. Belə dostlar, nəsə sualınız olsa, aşağıda kommentariyada bildirin. Həmçinin dostlar, aşağıda Telegram kanalımda da ilk öncə bu proqram haqqında məlumat vermişdim. Ona görə bütün yeniliklərdən daha tez xəbərdar olmaq üçün aşağıda Telegram kanalımı yerləşdirəcəm. Həmin kanalıma və WhatsApp kanalımıza da abunə olun ki, yeniliklərdən siz xəbərdar olasınız. Belə dostlar, videoya baxdığınız üçün bir də təşəkkürlər. Sağ olun.